Sabahınız xeyir əziz dostlar. 28 dekabr 2025-ci il Kiyevin ən mərkəzində, Maydandakı mağazalardan birindəyəm. Son günlər həm Facebook Messengerlə, həm də WhatsAppla, həm də belə video materiallarımızın altında bəzi öyrədilmiş insanlar güya Ukraynada vəziyyət ağırdır, güya pisdir, güya nə bilim bahalıqdır, güya insan yoxdur. Yəni öyle cici şeyler yazdılar. Ben özüm bilərekdən. Bakın bura bak. Qənd neçədir? Pudrası, bu da qənd. 18 grivna. 18 grivna dolların 1/3'üdür. Az qalır. 1/3 değil, 42'dir də. Yəni kurs. Elementar şeyləri göstərir, qiymətləri göstərir. Ha? Qarğıdalı unu 29, birinci növ un 36, hatta dünya unu da var. Да, доброго дня. Ой, перепрошую. Ve əzizlərim, gündəlik mallar. Kartof 25 dolar senti, soğan 15 dolar senti, kələm 20 dolar senti. Keyfiyyətinə də baxmaq olar. Görürsünüz özünüzdə. Eyni şeydə hər şey aid. Çörək himmet ucuzdur. Pomidor, xiyar, ne desəz yok. Her şey var. Mağazada işleyen de bizim Azərbaycanlı kardeşimizdir. Bunlar ne demek istiyor ama cüzlere fikir vermiyor. Mesela kök 22-23 dolar senti. Çubuğundur da 18-19 dolar senti. Bu hamısıdan o. Ne yok. Her şeyde var. Mağazı dolu. Bunları deməkdə məqsədim o cicləri başa salmaqdır ki, Rus təbliğatına uymuyor. Ruslar ağıllarına gələni yazırlar. Siz de götürüp qoşursunuz onlara, mənə göre ağıl verirsiniz. Burada yaşayan bizik də. Bu kardeşimiz de Azərbaycanlı. Bir mərifətli, qabiliyyətli insandır, Bakılıdır. Burada çoxdan yaşayır. Heç sıra getmir fikirdə yox deyir. Niyə də getsin ki? Bu da Rollini. Böyle işler dostlar. Bunları göstermek istedim. Ramik. Özün necə səni? Gördünüz? Bak hamısını gösterdim ki, bir de o özdə məsələ burasındadır ki, Ruslar bir söz demir. Bizimkiler bəzən Rusdan çox Rus olurlar. Rusların Azərbaycana etdiyi yadınızdan çıxıb, etdikləri, yaxşı elə bu günlər deyildi. Vurulan təyyarənin göyərti. Neçə deyir bu? Ya 6 sent, 7 sent. Ve bu da neçə deyir? Bu da elə həmən şey qiymətdir. 17 qəpik. 17 grivnada, 17 grivna dolar dediyim kimi 20-42 grivnadır. Soğan, göy soğan yani. Bak, keyfiyetine de bak. Ne yok? Her şeyde var. Bolluğuna bol var, elə belə yoxdur. Her şey. Oldu dostlar, yani bunları göstermek istəyirdim ki, bəziləri özlərini yığışdırsınlar. Biz eğer öz mərifətimizə, tərbiyəmizə uyğun olarak onlara təhqir filan yazmırıqsa, bu demek değil ki, onlar ağızlarına gələni bizə yaza bilərlər. Özü görürsünüz. Bak her şey var.
Hər şey dolu. Özdə tam səmimi bildirirəm. Yəni bilirsiniz, şəhərin ən göbəyində, yəni maydanda olan qiymətləri mən sizə göstərirəm. Burada qiymətlər 20% bahadır. Bəzi elə şeylər var ki, 30% bahadır. Ən bahalı yerdə göstərir, nə yoxdur. Ürəyin nə istəyir, götür, ye, iç. Belədir. Bunu göstərməyə özümə borc bildim, çünki bəziləri özlərinin yığışdısından xahiş edirəm.